İndi biz dönmə əməliyyatlarını yerinə yetirməyə öyrənirik. Artıq öyrənib qurtardıqdan sonra Fuad, yəni peşəkar sürücü olduqdan sonra indi sənə izah eləyəcəyim hesablamalar ki var, bunlara sənin ehtiyacın olmayacaq. Artıq hissiyatla dönəcəksən. Ancaq hələ ki sən səriştəsiz sürücüsən, təcrübəsiz sürücüsən və təcrübəsiz olduğun ərəfədə sənin düzgün şəkildə dönmə əməliyyatını yerinə yetirə bilmən üçün sənə hesablamalar lazımdır. Yəni, hara çatanda dönüm, nə qədər sükanı döndərim, nə vaxt sükanı geri qaytarım, bu kimi sənə hesablamalar lazımdır. İndi biz öyrənirik ilkin olaraq geniş döngələri. 4 tip döngəmiz var və bu izah eləyəcəyim qaydalar hardasa yazılan bir qaydalar deyil. Yəni, düşünmə ki, bu kitabda yazılan bir qaydadır. Sizlərin anlamanız üçün mən bu hesablamaları sizə verirəm və bu adları da məhz bu döngələrə buna görə qoymuşam. Birinci, öyrənirik geniş döngələri, sonra öyrənəcəyik dar döngələri, sonra öyrənəcəyik təhlükəli döngələri, sonra öyrənəcəyik sola döngələri. Bütün bu dönmə əməliyyatlarını yerinə yetirə biləndən sonra biz arxa-arxaya avtomobili idarə etməyi öyrənəcəyik. İndi birinci başlayırıq nədən? Geniş döngədən. Dönmə əməliyyatını yerinə yetirərkən ilk olaraq nəyə diqqət etməliyik? Bax, Fuad, ilkin olaraq yolun relyefinə fikir verməliyik. Fərq etməz, düz gedirsən, sağa dönürsən, sola dönürsən, parklama əməliyyatını yerinə yetirsən, fərq etməz. Birinci diqqətdən qaçan məqam yolun relyefidir. Yəni, diqqət etməliyik ki, biz buradan sağa dönəcəyimiz təqdirdə üzü enişə doğru mu hərəkət edirik, yoxsa üzü yoxuşa doğru hərəkət edirik? Əgər üzü enişə doğru hərəkət ediriksə, nə baş verəcək? Yenəcək, tonumuzla. Sürətimiz artacaq. Sürətimiz artmaması üçün biz əyləc pedalından istifadə etməliyik. Əgər üzü yoxuşa doğru olan döngədirsə, qaz işlətməliyik. bir balaca bizə güc lazımdır, qaz pedaldan istifadə etməliyik. Bunu anlamaq üçün öncədən yolun relyefinə diqqət etmək lazımdır. Yoxsa nə baş verir? Gəlirik döngəyə çatanda fikrimiz qalır ki, misal üçün avtomobilin ön hissəsi paralel olanda dönüm, yaxud da güzgümüz paralel olanda dönüm, misal üçün. Bizim fikrimiz qalır bu məqamlarda yolun relyefinə diqqət yetirmirik. Və o məqamda artıq dönmək istədiyimiz məqamda sürət artır. Və avtomatik olaraq biz fikirləşirik ki, axı mən qaz vermədim, niyə maşının sürəti artdı? Beyin o suala cavab axtarmaqla məşğul olduğu vaxtda artıq sən itirdiyini itirirsən. Ona görə ilk öncə yolun relyefinə baxırıq. 2. Dönəcəyimiz yolda olan sonuncu maneəyə baxırıq. Bax, misal üçün bu avtomobil bizim ilk maneəmizdir. Maneə də yəni toxuna biləcəyimiz əngəldən gedir söhbət. Bu avtomobil birinci maneəmizdir, düzdür? Hasar, hansı ki dəmir barmaqlıqlar olan hasar ikinci maneəmizdir. Sonuncu maneəmiz yerdəki bardurdur. Yəni biz bu avtomobillə hesablamalar apararaq dönmüş olsaq, bu avtomobilə dəymədən dönə biləcəyik. Lakin gedib hasara dəyəcəyik. Hasarla hesablamalar apararaq dönsək, hasara dəymədən dönə biləcəyik. Lakin bardura toxunacaq, düzmü? Ancaq bardurla hesablamalar aparıb dönəsi olsaq, nə bardura dəyəcəyik, nə hasara dəyəcəyik, nə bu avtomobilə dəyəcəyik. Ona görə baxırıq sonuncu maneəmiz nədir? Sonuncu maneəmiz o bardurun küncüdür, ora konus qoymuşam. Bax, o konus olan hissəsi, yəni bizə yaxın olan hissəsi yox, son küncü. Əgər orada bir avtomobil də dayanmış olsaydı, artıq bizim sonuncu maneəmiz o avtomobil olacaqdı. Onunla hesablamalar aparacaqdıq. Deməli, ilk yolun relyefinə fikir verdik. Yolun relyefi necədir? Düz. Ancaq yenə də bizim ayağımız əyləc pedalının üstündə olur dönmə əməliyyatını yerinə yetirərkən. Ki, oradan bir piyada çıxmış ola bilər, öz zolağı ilə hərəkət etməmiş bir nəqliyyat vasitəsi ola bilər, görmədiyimiz yerə dönürük. Düzdür? Ona görə tədbirli olmalıyıq. İkinci, sonuncu maneəmizi müəyyənləşdirdik. Sonuncu maneəmiz bardurun küncüdür, o konusdur. 3. O maneə ilə bizim avtomobil arasında olan məsafəni müəyyənləşdiririk. Buradan ora məsafə? Yox, buradan ora olan məsafə, bax, irəliyə doğru olan məsafəyə distansiya deyilir. Böyrümüzdə olan
məsafəyə isə interval deyilir. Yəni biz qarşıya doğru olan məsafədən danışmırıq. Bizim avtomobilin sağ küncükü var, sağ tərəfi. Avtomobilimizin sağı ilə o maneə arasında olan məsafədən söhbət gedir. Aydın oldu? Böyrümüzdəki məsafədən. Baxırıq bu maneə ilə bizim aramız məsafəmiz nə qədərdir? Təxminən nə qədər məsafə olar Fuad? Bir maşın. Təxminən neçə metr olar? 4 metr. Çox olar. Bir iri addım 1 metrdir. Əgər yan məsafəmiz, yəni o konusla bizim avtomobil arasında olan məsafədən gedir söhbət. Əgər bu məsafə minimum 4 metr varsa, başqa bir dillə desək, bizim avtomobilin arası ilə o konusun arasına, yəni bizim avtomobil o konusun arasına bir avtomobil də yerləşərsə, deməli bu geniş döngədir. Bir avtomobil yerləşərsə deyəndə nəyi nəzərdə tuturam? Bizim avtomobil bax bu şəkildə dayanıb. Bu şəkildə dayanmaqdan getmir söhbət. Bu şəkildə, yəni bu avtomobil necə dayanıb? Köndələn, o şəkildə. Yerləşərmi indi o maneə ilə bizim avtomobilin arasına bir avtomobil? Yerləşər. Deməli bu geniş döngədir. Böyür məsafən olmasın 4 metr misal üçün. Mən demirəm metrə götür, dəqiq ölçü apar. Olsun 3 metr yarım. Bir problem olmaz. Və yaxud da olsun 4 metrdən bir balaca artıq, aşırı da çox yox da, bir balaca artıq bir problem olmaz. Deməli, yan məsafəmiz kifayət qədər var, bu oldu geniş döngə. Geniş döngələrdə Fuad, avtomobilimizin ön hissəsi, yəni burnu, maneə ilə paralel olana qədər gedirik. Avtomobilin burnu maneə ilə paralel olanda sükanı bir dövrə, yəni bir quruq fırladırıq. Tutalım avtomobilin ön hissəsi miləmil o maneə ilə bir olmasın. Bir balaca keçmiş olsun, problem olmaz. Bir balaca tələsmiş ol, problem olmaz. Ancaq sükan döndərmə tempin yerində olmasa, uyğun olmasa problem olacaq. Yəni, sükanı ora çatanda o bir dövrə ki fırlatmalıyıq. O bir dövrəni həddən ziyadə sürətli fırlatsan, avtomobil tez dönüb o konus olan bardura çırpılacaq. Və yaxud da ləng çevirsən, avtomobil dönməyə gecikəcək, oradan gələn avtomobilin yoluna çıxacaq, yəni yolun soluna çıxacaq. Biz isə dönmədən əvvəl, dönərkən və dönəndən sonra yolun sağında olmalıyıq. Baxmayaraq ki, bu yol boşdur. Burada biz düzgün trayektoriya ilə hərəkət etməyi öyrənməliyik ki, sabahsı gün şəhər daxili yollarda bizə bu problem olmasın. Aydın oldu. Və bu hesablamadan tutmuş parklama əməliyyatlarına qədər bütün izah eləyəcəyim hesablamalarda, bütün verəcəyim raşotlarda bu əməliyyatlar gedə-gedə yerinə yetirilir. Yəni, düşünmə ki, mən irəliyə doğru hərəkət eləyim, maneə ilə avtomobilimin ön hissəsi paralel olanda dayanım, sonra sükanı bir dövrə çevirim, sonra hərəkətimi davam etdirim. Yaxşı, gedə-gedə bu iş yerinə yetirilməlidir. Aydın oldu izahım. İndi əyləc pedalını basırıq. Stop. Bax Fuad, sənə indi qaz lazım olsa, ayağını keçirt qaza. Bax, çətinlik çəkirsən, düzdürmü? Dabanı tərpətməyə məcbur qalacaqsan. Ona görə dabanı iki pedalın ortasında qoy ki, hər iki pedala rahat çatsın. Və daban poldan qalxmamalıdır, daban tərpənməməlidir. Əyləc pedalını axıra qədər basırıq. Düyməni sıxaraq D rejiminə qoyuruq. Sonra əl əyləcini endiririk. İndi sağa dönmə siqnalımızı yandıraq yuxarı. Sol güzgüyə bax. Arxadan gələn yoxdur ki? Var. Ola bilər o da dönsün. Eyni anda sən də dönəsən, artıq ona problem yaradacaqsan. Buyur, əyləci buraxırıq. Hələ ki gedirik. İndi bir dövrə. Tələsmə, hələ tələsmə yox var. Qaytar yerinə, bax qarşıya. Görsən, avtomobil hələ düzəlməyib. Avtomobil bax bu şəkildədir. Avtomobil dönsün, yoluna düzəlsin, sonra. Və sən avtomobilin düzəlməməsini anlamaq üçün uzağa baxmalısan. Bax, o qarşıdan gələn piyadanı görsən, ora qədər uzağa baxmalısan. Ancaq biz sağa dəyməkdən qorxduğumuz üçün sağa baxırıq, avtomobilin düz olub olmadığını hiss eləyə bilmirik. Əyləci buraxaq, hələ düzəltmə. İndi qaytar o bir dövrəni geri, kifayət.
İndi yavaşca saxlayırıq. Sərt dayandıq. Elə dayanmamalıyıq. Əyləci burax. Tamam, burax tormuzu. İndi yavaşca saxlayaq. Bax Fuad, avtomobilin dayanması üçün o əyləc pedalını avtomobil dayanana qədər basmağa ehtiyac yoxdur. Bax mənim ayağıma. Buraxsan əyləci. Bax, misal üçün, elə düşünmə ki, maşın dayanana qədər bu pedalı basmağa davam etməliyəm. Xeyr, bir balaca basırıq, nəticəni gözləyirik və avtomobil maili şəkildə dayanır, daha sirkələnmədən. Bax, Fuad, dəymədin ki, sağda olan bardura, çıxmadın ki, soldan gələnin yoluna. Ayağını pedaldan götürmə. Çıxmadın, düzdürmü? 100% təminatlı, etibarlı bir hesablama, düzdürmü? Artıq sən bu tərzdə dönəndə əminsən ki, nə sağdakı maneəyə toxunursan, nə qarşıdan gələnin yoluna çıxırsan. Artıq sənin qarşından gələn avtomobil olsa belə sən təşvişə düşməyəcəksən, qorxmayacaqsan. Ancaq bu hesablamaları, yəni bu kimi bizim dar döngələrimizdə var, təhlükəli döngələrimizdə var, sola döngələrimizdə var. Hər birinin də öz ayrı-ayrı hesablaması var. Ancaq bu kimi hesablamaları bilməyəndə biz sükanı kör-körənə döndərik. Döndərəndən sonra başa düşürük ki, aha, çox oldu, biraz qaytarım. Misal üçün, sükanı çox döndəririk, avtomobil görürük ki, sağa sıxılır. Ora dəyməkdən qorxduğumuz üçün sükanı çəkəcəyik anidən sola. Bu şərti refleksdir, düzdür? Ora dəyməmək üçün sola çəkəndə artıq solumuzda bir avtomobil olmuş olacaq, ona toxunacaq. Və yaxud da az döndəririk, çıxırıq gələnin yoluna. Ancaq bu hesablamaları biləndə özündə gördüyün kimi bir dəfə sükanı döndəririk, bir dəfə də qaytarırıq və nəticə göz qabağındadır. Aydın oldu?